Əmək bazarındakı yeri biraz o qədər də geniş olmasa da populyar bir ixtisasdır. Ümumiyyətlə Azərbaycanda mənə görə ən belə deyək də problematik məsələlərdən biri budur ki, deyə bilərəm ki, İqtisad Universiteti həqiqətən bu məsələdə kifayət qədər öndədir. Sadəcə universiteti magistr təhsilini bitirməklə və yaxud da doktoranturada oxumaqla deyil, ADA Universiteti, Azərbaycan, Fransa Universiteti, Bakı Ali Neft Məktəbi və s. Salam, mən İlkin Əliyev. Artıq 4 ildir ki, ali təhsil sahəsində çalışıram. Universitetlərdə müəllim kimi fəaliyyət göstərirəm. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləmişəm, İdman Akademiyasında işləmişəm, İqtisad Universitetində işləmişəm. İxtisas olaraq beynəlxalq münasibətlər və diplomatiya ixtisasına sahibəm. Bakı Dövlət Universitetində sabah qruplarında bakalavr təhsilini almışam, Slavyan Universitetində magistr təhsilini almışam. Hal-hazırda da Türkiyənin İstanbul Universitetində doktorantura təhsilimi davam etdirirəm. Bununla əlavə müxtəlif xarici universitetlərdə, Amerika universitetlərində, Avropa universitetlərində study visit təhsil səfərlərində olmuşam, fellowship proqramlarını keçmişəm. Artıq qeyd etdiyim kimi, yəni 5 ildən çoxdur ki, ali təhsil sahəsində müxtəlif istiqamətləri ilə maraqlanıram. Öz ixtisas seçiminiz necə olmuşdu? Deyərdim ki, yəqin ki, Azərbaycandakı tələbələrin 80% kimi məndə də müəllimlərimin tövsiyəsi ilə bir ixtisas seçmişdim və balıma uyğun. Ümumiyyətlə Azərbaycanda mənə görə ən belə deyək də problematik məsələlərdən biri budur ki, ixtisas seçimində ən aparıcı faktorlardan biri yığdığımız baldır. Yəni sən 4-cü qrupa verib bəlkə də çox yaxşı, misal üçün psixoloq olmaq istəyirsən və ola bilərsən, amma balın 650-dirsə, yəqin ki, gedib müalicə işi fakültəsində oxuyacaqsan. Ya da çox yaxşı bir tarixçi, tarix üzrə araşdırmacı ola bilərsən, 3-cü qrup sahəsinə gedirsənsə, amma yenə 650-ni keçirsənsə, çox böyük ehtimal ki, gedib hüquq ixtisasını seçəcəksən. Və məndə də yəni əsas faktor məhz elə bu yığdığım, topladığım bal idi. 2-ci qrup üzrə beynəlxalq münasibətlər ixtisasını seçdim. O zaman da hələ təəssüf ki, deyək, indi də belə deyək, əmək bazarındakı yeri biraz o qədər də geniş olmasa da populyar bir ixtisasdır. Bəlkə də adının İngiliscə cool olması səbəbilə ixtisas olaraq maraqlı ixtisasdır, amma belə deyək də iş perspektivində kifayət qədər çətinlikləri olan və yaxud ümumiyyətlə deyək ki, iş bazasının dar olduğu bir sahədir. Universitetdə akademik karyera qurmaq istəyən tələbələrə nə məsləhət verərdiniz? Ümumiyyətlə Azərbaycanda və dünya standartlarında da belədir ki, ümumiyyətlə akademik karyeranın minimal tələbi magistr təhsilidir. Mütləq şəkildə magistr təhsilinə yiyələnməlisiniz və Azərbaycanda akademik sahədə fəaliyyət göstərmək istəyirsinizsə, xaricdə oxumusunuzsa da Azərbaycanda təsdiqlənməlidir diplomunuz. Bundan sonra artıq müəyyən vakansiyalara müraciət edə bilərsiniz. Çox müsbət haldır ki, doktorantura təhsilinizdə olsun, ya doktorantura təhsilinizin müəyyən pilləsində olasınız və yaxud da ümumiyyətlə doktorantura təhsilinizi tamamlayıb PhD, fəlsəfə doktoru adı almış olasınız. Bu halda proses daha rahat və sizin üçün iş imkanları daha rahat olacaq və ixtisaslaşma çox önəmlidir. Artıq universitetlərdə mən özümün də müşahidə etdiyim bu 4 il ərzində gördüyüm odur ki, ənənəvi istiqamətdə olan ixtisaslar üzrə müəllimlər onsuz da universitetlərdə var. Əgər siz gənc kadr olaraq və daha rahat iş imkanı axtarırsınızsa ali təhsil sahəsində, mütləq şəkildə müasir standartlarda, müasir trendləri izləyə bilən ixtisasları, fənlər üzrə özünüzü ixtisaslaşdırasınız. Misal üçün, mənim ilk gələn belə deyək, təklif İdman Akademiyası sabah qruplarında idman və cəmiyyət belə bir fən vardı. Hansı ki, idmanın sosioloji perspektivlərini, idman və cəmiyyət arasındakı əlaqələri araşdıran, tədqiq edən və bunu tələbələrə çatdıran bir fəndir. Bu, belə deyək də, idmanın sosioloji perspektivlərini araşdıran, təəssüf ki, tədqiqatçılar və yaxud da bu sahədə çalışan müəllim və yaxud da ixtisaslı kadr çox azdır. Mən həm idmana olan bir qədər marağım, həm ümumiyyətlə sosial elmlərə olan belə deyək, backgroundum, həmçinin də bu sahəyə olan tədqiqat işlərimin kompleksləşdirib çox əmin bir şəkildə bu fənnin tədrisinə müraciət elədim və bu halda rəqabət də az olur. Çünki qeyd etdiyimiz kimi bu xüsusi bir ixtisasdır. Hər belə deyək, müəllimin və yaxud da bu sahədə çoxlu kadr olmadığından, bu fənni tədris edə biləcək, idmanın sosioloji perspektivlərini araşdıran çoxlu tədqiqatçı olmadığından sizi daha çox seçilə bilən edir və bu rəqabətdə daha önə sala bilir. Buna görə də mütləq şəkildə seçəcəyiniz fənlər üzrə, hansı fənləri tədris etmək istəyirsinizsə, təbii ki, öz ixtisasınıza əlaqəli olmaq şərti ilə çalışın daha çox ixtisaslaşsınlar. Və sadəcə universiteti, magistr təhsilini bitirməklə və yaxud da doktoranturada oxumaqla deyil, çalışsınlar ümumiyyətlə fərqli ixtisaslaşma proqramlarına da müraciət eləsinlər, fərqli fellowship proqramlarına müraciət eləsinlər, hansısa xaricdə təhsil səfərlərində və yaxud da təhsil proqramlarında olsunlar, yerli və xarici konfranslarda iştirak eləsinlər. Bunlar mütləq faktorlardır və o cümlədən də
Əgər akademik karyera düşünürsünüzsə, yenə məqalələrin çap edilməsi, ümumiyyətlə akademik icmadakı fəaliyyətinizdə çox önəmlidir. İlk başlarda daha yerli konfranslar, respublika əhəmiyyətli tədbirlər və jurnallar ola bilər və getdikcə də beynəlxalq konfranslarda, beynəlxalq jurnallarda akademik əsərlərinizi çap elətdirə bilərsiniz və get-gedə daha öncəlikli olan Scopus, Web of Science tipli elmi indeksli jurnallara çıxışınız artdıqca daha çox rəqabətçil bir namizədə çevrilə bilərsiniz. Universitetdə müəllim olmağın müsbət və mənfi tərəfləri nələrdir? Universitetdə müəllim olmanın üstünlüyü birincisi, əgər bu elə bir sahədir ki, məncə insan bunu sevməlidir. Ümumiyyətlə müəllim olmaq istər məktəbdə, istər universitetdə həqiqətən də sevilməli olan bir sahədir. Çünki siz tələbələrə öyrətməlisiniz. Bizim bir növ də çox istifadə edilən söz də olsa, həqiqətən də gələcəyi yetişdiririk. İstər məktəbdəki müəllimlər, istər universitetdəki müəllimlər və universitetdəki müəllimlər xüsusilə peşəkar kadr hazırlayır. Buna görə də əgər sevirsinizsə işinizi, bu işin ən müsbət tərəflərindən biridir. Müxtəlif tələbələrlə hər zaman kommunikasiyada olmaq, gənclərlə bir arada olmaq, onlara bir şey öyrətmək və onlardan öyrənmək. Mən hər zaman deyirəm ki, mən tələbələrimdən də hər zaman nəsə öyrənirəm. İşin maraqlı tərəfi düşünürəm ki, ən özəl xüsusiyyətlərindən biridir. Digər tərəfi iş imkanlarının kifayət qədər, xüsusilə də son illərdə geniş olmasıdır. Bax, artıq belə deyək, universitetlər modernləşdikcə, universitetlərin kadr potensialı da modernləşməyə başlayır. Artıq o ənənəvi müəllimlər belə deyək, təqaüdə çıxdıqca onların yerinə daha müasir təhsil standartlarını bilən, tədqiqat istiqamətini güclü bilən kadrlar sadəcə gəlib belə deyək, auditoriyaya girib əzbər və yaxud da nəzəri bir şeylər öyrədən deyil, həqiqətən də bu işin tədqiqatını apara bilən kadrları müəllim kimi cəlb edirlər universitetlərə. Daha yaxşı, belə deyək, əgər bu sahəyə maraqlısınızsa, son dövrlərdə iş imkanlarınız da arta bilər. Digər tərəfdən işin mənə görə bir qədər rahat olmasıdır. 9-6 belə deyək, ənənəvi iş sistemini sevməyənlər üçün də bir qədər maraqlı iş sahəsidir və rutin iş görmürsünüz. Müxtəlif fərqli dərslərə girirsiniz, fərqli auditoriyalara girirsiniz, fərqli qrupları görürsünüz, fərqli tapşırıqları yoxlayırsınız. 9-6 işləyənlərin işinin sıxıcı olduğunu iddia edə bilmərəm, amma düşünürəm ki, onlarla müqayisədə universitetdə müəllim olmaq daha belə deyək, maraqlıdır. İkincisi, yenə dediyim kimi, həm iş tapmaq imkanı, həm də karyerada yüksəliş imkanı da çox müsbət tendensiyalardan biridir. Yəni çox yaxşı kadrsınızsa universitetlərin müxtəlif proqramları açılır. Həmin proqramlarda proqram rəhbəri ola bilərsiniz. Əgər PhD təhsiliniz varsa, artıq PhD-ni tamamlamısınızsa, dekan vakansiyalarına, dekan köməkçisi və də kafedra müdiri vakansiyaları çox intensiv şəkildə açılır. Azərbaycanda çox yaxın illərdə fərqli universitetlər açıldı. Son illərdə həmin universitetlərdə yeni kadr potensialına ehtiyac var, gənc kadrlara ehtiyac var. O istiqamətdə karyeranızı yüksəldə bilərsiniz. Və indiyə qədər, bəlkə də 5 il bundan qabaq mənim yerimdə başqa bir gənc müəllim otursaydı, şikayət eləyəcəyi tərəflərindən biri maaş məsələsi idi. Çünki təəssüf ki, universitetlərdə müəllim maaşları bir qədər rəqabətə davamlı deyildi. Amma son illərdə bunu deyə bilməyəcəyik. Müsbət haldır ki, burada da yaxşı inkişaf var. Qeyd etdiyim kimi, sadəcə dərs deməklə belə deyək, öhdəliyini daşımır müəllimlər. Müəllimlər həm də həqiqətən də artıq universitetin bir tədqiqatçı kadr potensialına çevrilir və öz tədqiqat işlərini apardıqca, öz tədqiqat işlərini genişləndirdikcə, müxtəlif jurnallarda məqalələr dərd olunduqda bu tip belə deyək, məsələlər onun maaşına da yansıyır müsbət mənada və maaşı da artıq standart ölkədə, yəni ortalama bir maaşın üstünə çıxa bilir. Bir belə deyək də insanın bir ailəni saxlamaq üçün yaxşı formada, belə deyək, çəkinmədən mən universitet müəllimiyəm deyib normal bir həyat qura biləcək və səviyyəyə gəlib çatıb. Hətta bəzi universitetlər var ki, oranın müəllimləri və oranın İngiliscədə faculty member, yəni akademik heyəti kifayət qədər güclü maaş alır, hətta ortalama maaşdan da qat-qat yüksək maaşlar alırlar. Amma çətinlikləri də qeyd eləsək, ən əsas məsələ yenə bu ilk məsələ ilə bağlayacağım, bu işi sevmək məsələsidir. Əgər həqiqətən bir insan bu işi məcbur görürsə, tədqiqat istiqamətində çox fokuslana bilməyəcək və bu da qeyd etdiyim kimi onu bir qədər geri salacaq karyerasında. Digər tərəfdən tələbələrlə işləmək həqiqətən səbr tələb edir. Fərqli auditoriyadır, auditoriyalarda bəzən 30, 40, 50, 60 tələbə olur. Hər bir tələbəyə, bu da bəzən çox təkrarlanan bir sözdür ki, individual yanaşma tələb eləyir. Amma bu sözdə deyil, həqiqətən belədir. Çünki hər bir tələbənin həm elmi potensialı fərqlidir, həm xarakteri fərqlidir. Onlarla işləmək güclü pedaqoji təcrübə tələb eləyir. Bütün bunlarda düşünürəm ki, hər bir işdə olduğu kimi biraz işin çətin tərəfləridir. Amma əgər, yenə deyirəm, bu işi sevirsə, həmin bu istiqamətə gəlmək istəyən şəxslər, gənclər və
özləri bu istiqamətdə inkişaf elətdirə bilirsə, bu çətinlikləri də rahat bir şəkildə aşa bilərlər. Azərbaycanda 5 universitetdə təcrübəniz olub. Onlar haqqında olan fikirləriniz nələrdir? Bakı Dövlət Universitetində və Slavyan Universitetində təhsil almışam. Azərbaycan İdman Akademiyası, Neft və Sənaye Universiteti və İqtisad Universitetində də dərs demişəm. Hər birinin xüsusi müsbət tərəfləri var və ümumiyyətlə mən Azərbaycanda son illərdə universitetlərdə gördüyüm ən müsbət dinamika inkişafa doğru yönəlmələridir. Bu gün hansı universitet daha yaxşıdır, hansı universitet daha zəifdir müqayisəsinə əlavə, hansı universitet daha çox inkişafa açıqdır və daha çox yeniliklərə açıqdır, dünya standartlarını daha yaxşı, daha çevik formada tətbiq edə bilir deyə bilərik mənə görə. Və bu universitetlər sırasında da yenə deyim, həm dərs dediyim, həm oxuduqlarımı, həm də öz müşahidələrimi ortaya qoysaq, deyə bilərəm ki, İqtisad Universiteti həqiqətən bu məsələdə kifayət qədər öndədir. Xüsusilə dövlət universitetlərindən və köklü universitetlərdən söhbət gedir. Yəni hal-hazırda dərs dediyim Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də kifayət qədər yeniliklərə açıq, daha çox tədqiqat yönümlü və texnologiyanın, süni intellektin tədris prosesinə, araşdırma tədqiqat prosesinə tətbiq etməyə çalışan universitetlər sırasındadır. O cümlədən yeni açılan Qarabağ Universiteti tələbə sayı və akademik heyət sayı az olsa da düşünürəm ki, bir neçə il sonra həqiqətən də Azərbaycanda sırf tələbələrə verdiyi imkanlara görə yox, həqiqətən də tələbələrin öz istəkləri ilə rahat bir şəkildə seçəcəyi universitetlərə çevrilə bilər. Bununla yanaşı yenə özəl universitetlər də kifayət qədər müsbət dinamika ilə düşünürəm ki, inkişaf edir. Xəzər Universitetidir, Azərbaycan Universitetidir, yenə inkişaf etməkdə olan və öz sistemlərini, modern təhsil sistemlərinə uyğunlaşdırmağa çalışan universitetlər sırasındadır. Və xüsusi belə də istiqamətli universitetlər də var ki, yenə az tələbə bazası var, amma yenə də kifayət qədər inkişaf etdiyini hiss edirik. Ada Universiteti, Azərbaycan, Fransa Universiteti, Bakı Ali Neft Məktəbi və s. Bunlar da kiçik, az saylı ixtisaslarla, az saylı tələbələrlə fəaliyyət göstərir, amma bunların da belə də həqiqətən də tələbələrə yetişdirməsindəki imkanlar, ortaya qoyduqları imkanlar göz önündə. Son olaraq bizə və abituriyentlərə nə demək istərdiniz? Mən hər zaman tələbələrimə deyirəm ki, çalışın, öncəliyiniz həyatda və gələcəkdə xoşbəxt olmaq olsun və sizi xoşbəxtliyə nə götürəcək, nə aparacaq, peşə istiqamətində, təhsil istiqamətində daha çox bunu düşünün. Ola bilər kənardakı insanların düşüncəsi fərqli olar, hətta ailə üzvlərinizin sizlə bağlı görüşü, sizlə bağlı gələcək planları fərqli olar. Amma ümumiyyətlə seçim etməzdən öncə oturun, bir düşünün ki, mən hansı sahədə xoşbəxt olmaq istəyirəm, hansı sahədə fəaliyyət göstərmək istəyirəm. Çünki peşə bizim sonradan dəyişməsi mümkündür, amma bir qədər vaxt alan bir sahədir. Ona görə də ilkin olaraq, əgər sevdiyiniz ixtisası seçsəz və o ixtisası oxuduqca da sevməyə başlasaz, həqiqətən də həyata, xüsusilə də peşə istiqamətinə, gələcəkdə iş sahəsinə 1-0 öndə başlamış olacaqsınız. Düşünməyin ki, mən nə qədər bal toplamışam, düşünməyin ki, mən nə qədər belə deyək, hansısa ixtisas populyardır hal-hazırda. Hansı ixtisas sevirsinizsə o sahəyə gedin, mütləq şəkildə o sahədə daha yaxşı inkişaf edə biləcəksiniz. Standartlara görə daha yaxşı ixtisasa yiyələnən əməkdaş və yaxud da iş axtaran deyil, həqiqətən öz sahəsində özünü inkişaf elətdirmiş bir əməkdaş hər zaman tələb olunur. İş axtarılan zaman və yaxud da şirkətlər tərəfindən, qurumlar tərəfindən. Özünüzü inkişaf elətdirə biləcəyiniz sahədə mütləq şəkildə özünüzün sevəcəyiniz sahədir. Sevməyəcəyiniz sahə maksimum sizə 4 illik diplom verəcək. Amma sevib gedəcəksinizsə o sahəyə, əlavə qazancların da olacaq sizin üçün, əlavə özünüzü inkişaf elətdirmək üçün başqa sahələr də axtaracaqsınız ki, bu da sizi daha yaxşı iş tapmağınıza və yaxud da təhsilinizi sonradan xarici universitetlərdə və yaxud da daha yaxşı yerlərdə davam elətdirməyinizə səbəb olacaq. Bu şərait yaratdığına görə 2X Akademiyada təşəkkür edirəm. Həqiqətən də düşünürəm ki, kifayət qədər faydalı bir fəaliyyətdir. Çünki mən özümdən götürüm. Mən ixtisas seçəndə əlimdəki tək seçim faktoru topladığım bal idi və ondan əlavə hansı ixtisas oxuya bilərəm, hansı ixtisas mənə hansı perspektivlərə gətirə bilər, hər kəs kimi mənim də xəbərim yox idi. Amma bu tip layihələrin olması, bu tip fəaliyyətlərin, təşəbbüslərin olması abituriyentlər üçün də böyük imkanlar yaradır ki, ixtisası seçmədən öncə o ixtisasın necə bir ixtisas olduğunu, nələr vəd etdiyini görsünlər. 2X Akademiyada bu istiqamətdə ən yaxşı fəaliyyət göstərən təşəbbüslərdən biridir. Təşəkkür edirəm. Hər birinizə uğurlar arzulayıram.